İran hakimiyyətinin səhlənkarlığı nəticəsində Salar Milli kimi tanınan Bağırxanın tarixi evi zibilxanaya və narkomanların toplandığı yerə çevrilib və tamamilə dağılmaq üzrədir. Bağırxanın evi Qacar türklərinin yadigarıdır və Təbrizin Balahamam məhəlləsində yerləşir. Son 3 ildə bu tarixi evin bəzi hissələri Təbriz Bələdiyyəsi tərəfindən satın alınmışdı. Lakin Təbriz meri Yaqub Xoşyarın sözlərinə görə Şərqi Azərbaycan vilayətinin mədəni irs idarəsindən büdcə ayrılmaması səbəbindən bərpa işləri yarımçıq qalmışdı. Yaranmış durumla bağlı Güney Azərbaycan mediasının üzvləri Təbrizin Həş Bələdiyyəsindən və Şərqi Azərbaycan mədəni irs idarəsindən bu məsələ ilə bağlı inandırıcı izahat tələb edirlər. Oktyabrın 28-də Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma Baş İdarəsinin qarşısında etiraz eyləmi keçirilib. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə eyləmi şəhərin Bağmeşə bölgəsində tikintisi nəzərdə tutulan yaşayış binalarında mənzil alan şəxslər keçiriblər. Baş idarənin qarşısına toplaşan narazılar 7 il əvvəl mənzil üçün ödəniş etmələrinə baxmayaraq, bugünə kimi heç bir binanın hazır olmadığını bildiriblər. Aldadıldıqlarını bildirən etirazçılar əyalət valisi və başqa dövlət qurumlarının problemin həlli üçün müdaxilə etmələrini tələb ediblər. Oktyabrın 28-i səhər saatlarından başlayaraq İranın 54 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 92-ci dəfədir ki, hər həftənin 2-ci gündən başlayaraq 24 saat müddətinə keçirilir. Qeyd edək ki, cari ilin əvvəlindən bugünə kimi İran həbsxanalarında 1233 məhbus edam edilib, onlardan 36-sı qadındır. Tehranın evin həbsxanasında saxlanan Azərbaycanlı siyasi məhbuslar da aclıq eyləminə başlayıb. Bu haqda məhbusların yaydığı bəyanatda bildirilib. Bədud Əsədi, Mahmud Ocaqlı, Mürtəza Pərvin, Ayaz Seyfxaz, Salar Tahir Əfşar adlı məhbuslar oktyabrın 28-dən eyləmə başlayıblar. Onlar barələrində çıxarılan həbs cəzalarına, məhkəmə prosesinin ədalətsizliyinə və Təhlükəsizlik Nazirliyinin onlara qarşı qarayaxmalarına etiraz etdiklərini bildiriblər. Barəmizdə saxta ittihamlarla ümumilikdə 100 il həbs cəzası çıxarılıb. Bu bizə qarşı düşmən münasibətdir və əslində məhkəmə prosesində ədalətsiz davranan məsuliyyətsiz hakimlər cəzalandırılmalıdır. Fəalların bəyanatında qeyd olunub. Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü il fevralın 5-də və 6-sında Kərəc, Şərqi və Qərbi Azərbaycan əyalətinin şəhərlərində həbs edilərək Tehranın evin həbsxanasına aparılıblar. Onlar hökumətə qarşı təbliğat, casusluq və milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaqda günahlandırılıblar. İranın İsfahan, Rəşd, Taybat, Durud, Əhvaz və Qorqan şəhərlərinin həbsxanalarında 12 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1233 nəfərə çatıb, onlardan 36-sı qadındır. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatının ötən həftə yaydığı hesabata görə isə cari ildə İranda 1200-dən çox məhbus edam edilib. Davam edirik. İran hökumət məmurları Xuzistan əyalətinin Əhvaz şəhərinin Xebinə Olya kəndində ərəb siyasi fəal Haşim Əbdanini güllələyərək öldürüb. Bununla bağlı Karun İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə hökumət qüvvələri Haşim Əbdaninin evini mühasirəyə aldıqdan sonra Karun çayına qaçan Əbdaniyə atəş açılıb və həlak olan fəal çaya düşüb. Onun cəsədi çaydan çıxarılsa da ailəsinə verilməyib. Yas mərasiminin keçirilməsi qadağan edilib. 12 günlük İran-İsrail müharibəsi zamanı 18 əyalətdə ümumilikdə 1200 nəfər həlak olub. Bu haqda İran Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb. Ölənlərin 560 nəfəri Tehran əyalətinə, 640 nəfəri isə başqa 17 əyalətin payına düşür deyə məlumatda bildirilib. Bundan əvvəl İran hökumətinin sözçüsü Fatimə Mühaciriyani 1060 nəfərin həlak olunduğunu deyib. O, həlak olanların 75%-nin hərbçilər olduğunu söyləyib. Mühaciriyanın bu açıqlaması bəzi İran və ona bağlı mənbələrin İsrailin mülki vətəndaşları da hədəf alması barədə iddialarını təkzib edir.
Səddam Hüseyndən sonra İraqda yaranan boşluqdan istifadə edərək şiə qruplaşmaları arasında nüfuzunu artıran İran hökuməti sürətlə bu nüfuzu itirməkdədir. Rəsmi Bağdadın tərəfsiz milli siyasət yürütməyə başlaması ilə eyni vaxtda İran təsiri altında olan qruplaşmalar da Tehrandan uzaqlaşmağa başlayıblar. Bu həm də İran-Amerika və İran-İsrail qarşıdurmaları nəticəsində İraqın xəsarətlərdən yayınması üçün vacib amillərdən biri hesab edilir. Xüsusən son zamanlar Tehranın zəifləməsi, Amerika və İsrail qarşısında acizliyi, yeni siyasi dövr və strategiyanın tətbiqinə başlayan Bağdadın vəziyyətdən istifadə edərək İranın təsir dairəsindən çıxmaqda, ərəb ölkələri ilə münasibətlərini daha da genişləndirməkdə qərarlı olduğu görünür. İranın dəstəklədiyi Həmas və Hizbullahın ağır zərbələr alması, Yəmən husilərinin gücünün azalması və Suriyada Bəşər Əsəd rejiminin süqutu İraqda yeni nəsil siyasətçilərinin İran hegemonluğuna qarşı çıxmalarına səbəb olub. Bununla da bu ölkədə İranın ən güclü təsir amili olan Həşəd Əl-Şəbi silahlı qruplaşmasında qurduğu şəbəkədə köçməkdə qruplaşma liderləri isə ölkə qanunları çərçivəsində seçkilərə qoşulmamaqdadırlar. Son vaxtlar Sepah komandirlərindən daha çox İranlı siyasətçilərin, rəsmi şəxslərin Bağdadda səfərləri də Həşəd Əl-Şəbinin nüfuzunun azalması və İranın hərbi təsir imkanlarını itirdiyi üçün siyasi təsir göstərməyə çalışdığına dəlalət edir. Hadisələrin gedişatı göstərir ki, 2025-ci ildə İraqda baş verən proseslər yaxın şərq düzənində yeni bir mərhələnin başlanğıcıdır. Uzun illər boyu böyük maliyyə və hərbi xərclər hesabına Tehrandan Aralıq dənizinə qədər şia iparasını genişləndirməyə çalışan İran hökuməti indi hər yerdə uğursuzluqlarla üzləşib. Xüsusən İraqda yeni müstəqil siyasi dövrün başlaması İranın Suriyadan sonra ən böyük ideoloji səngərlərdən birinin əldən çıxmasına və şia ayparası projesinin tamamilə iflasa uğraması deməkdir. Bununla yanaşı Pakistan və Əfqanistan hökumətləri də İrana bağlı Zeynəbiyyün və Fatimiyyün qruplaşmasına qarşı ciddi tədbirlər görməyə başlayıblar. Qeyd olunan bölgələrdə ideoloji məğlubiyyətlərdən sonra Əli Xameneyinin nəzarətdə olan siyasi cəryan və Sepah Orta Asiya və Cənubi Qafqazda fəallaşmağa çalışsa da, vəziyyətdən irəli gələn məcburiyyətlərə görə hazırki hakimiyyətin bunu reallaşdırmağa gücü və marağı olmadığı hiss olunur. Xüsusən Məsud Pezeşkyan hökumətin məcburiyyət qarşısında da olsa, qonşularla münasibətlərdə yeni mərhələnin başladılması istiqamətindəki səyləri Tehranın yeni siyasi ideoloji səngərlər qurmasının çətin olacağından xəbər verir. Buraxılışımız davam edir. Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məhəmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq, qurduğumuz şəhərlər və kəndlər bunu göstərir. İrəvanla Bakı arasında bütün istiqamətlər üzrə intensiv danışıqlar gedir. Bu barədə Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutunyan bildirib. Məsələn, Miger Qriqoryan demarkasiya gündəliyi Xin öz gündəliyi üzərində işləyir. Təhlükəsizlik Şurası Armen Qriqoryan isə öz həmkarı ilə çalışır deyə o deyib. Aparat rəhbərinin sözlərinə görə nəticələr olduqda bu barədə danışılacaq. Ermənistan-Azərbaycan sülh prosesində münasibətlərdə mövcud olan temp pis deyil. Məsələn, Ermənistan yüklərinin Azərbaycan tərəfindən daşınmasına qoyulan məhdudiyyətin götürülməsi kimi deyə Arutunyan ikitərəfli temaslarda həmişə sülh sazişinin imzalanması məsələsinin olduğunu vurğulayıb. Amerika prezidenti Donald Trump Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra Rusiya lideri Vladimir Putinin ona zəng etdiyini bildirib. Bunu Trump jurnalistlər üçün brifinqdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqqında danışarkən deyib. Putin mənə zəng edib dedi ki, bu heyrətamizdir. Biz bu müharibəni dayandıra bilmirdik, deyə Trump qeyd edib. Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdəki görüşünü xatırladan Trump məhz bundan sonra sülhə nail olunduğunu vurğulayıb. Onlar, Azərbaycan və Ermənistan liderləri Ağ Evdə bir araya gəldilər. Yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və sülhə nail oldular. Moskva, Tacikistanda Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin ikitərəfli görüşünün nəticələrini yüksək qiymətləndirir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Düşənbədə iki prezident arasında baş tutan ikitərəfli görüşün nəticələrini çox yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizdə həmin səhifəni birgə çevirmək baxımından çox vacib görüş idi, deyə o qeyd edib.
Polşa qırıcıları ötən gün Baltik dənizi üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat missiyası həyata keçirən Rusiya təyyarəsini ələ keçirib. Bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığından bildirilib. Məlumata görə Rusiyaya məxsus İl-20 təyyarəsi uçuş planı təqdim etmədən və transponderi söndürülmüş vəziyyətdə kəşfiyyat missiyası həyata keçirirdi. Təyyarə Polşanın hava məkanı pozmayıb deyə komandanlıq vurğulayıb. Ukraynanın hərbi cinayətlərdə ittiham etdiyi Venyamin Manşerin Kemerovo vilayətində avtomobil partlayışı nəticəsində ölüb. Bu barədə Ukrayna hərbi kəşfiyyatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, polis polkovnik leytenantı Mazjerin Kemerovo vilayətinin Roskvardiya tabeçiliyindəki Omon Abirek xüsusi təyinatlı bölməsində xidmət edib. Bildirilib ki, Abirek bölməsi Kiyev vilayətində törədilən hərbi cinayətlərdə iştirak edən Roskvardiyanın bölmələrindən biridir. Hərbi kəşfiyyatın məlumatında o da bildirilir ki, Ukrayna xüsusi xidmətləri Abirekdən olan hərbi cinayətkarların şəxsiyyətini 2022-ci ilin aprel ayında müəyyən edib və həmin şəxslərin ədalətli şəkildə cəzalandırılması üçün tədbirlər planlaşdırıb. Pakistan Talibanı məhv etməkdə hədələyib. Bu barədə Pakistanın Müdafiə naziri Xavaca Asif X hesabında bildirib. Taliban rejimini məhv etmək və onları gizlətmək üçün mağaralara qovmaqdan ötürü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur, Pakistanın Müdafiə naziri yazıb. Qeyd edək ki, Pakistan və Əfqanistan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib. Bu ay iki ölkənin sərhəd bölgəsində yaşanan hərbi toqquşmalarda onlarla insan həlak olub.